Salam əziz treyderlər. Analitik cəmiyyət sizinlədir Guru Markets. Korporasiya haqqında ümumi məlumatlarla başlayırıq. Biraz daha hər bir parametrə daha ətraflı baxacağıq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Sözü gedən korporasiyanın bütün parametrlərini diqqətlə öyrənə bilərsiniz. İndi isə şirkətin əsas göstəricilərini təhlil edək. BlackRock, Inc, ticker, BLK. İcmal 12 aprel 2025-ci il tarixinə mövcud məlumatlar əsasında yaradılmışdır. Təsnifata görə Guru Markets şirkət BlackRock, Inc alt kateqoriyaya aiddir. Investors qiymətləndirmədə 77 təşkilat iştirak edir. Bu çox təmsil edicidir. Videonun sonunda son həll yollarına baxacağıq. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan 5 bal. Alt kateqoriya üzrə orta nəticə 1,7 baldır. Çox geniş baxsanız, bütövlükdə bazar daxilində. Bütövlükdə birja üzrə orta nəticənin 1,9 bal olduğunu görürük. 5 bal reytinginə qarşı BlackRock, Inc. Şirkətin səhmlərinin qiymətinin hərəkətinin müqayisəsi BlackRock, Inc və alt kateqoriyalı şirkətlər. 12 ay ərzində şirkətin səhmlərini görəcəyik. BlackRock, Inc. 12,1% dinamika nümayiş etdirib. 3,2% alt kateqoriyasında qiymət dəyişikliklərinə qarşı. Bu qətiyyən heç nə demək deyil, amma bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması BlackRock, Inc. 136,22 milyard dollardır. 610 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə BlackRock, Inc. 22,336% paya malikdir. Bu, alt kateqoriyanın liderlərindən biridir. Şirkətin balans kapitallaşması 47,47 milyard dollardır. 202 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə BlackRock, Inc payı 23,508% təşkil edir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş BlackRock, Inc. Alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 22,336% təşkil edir. Balansın kapitallaşması 23,508% təşkil edir. Bu, bazar dəyərinin payından 5% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi, yaxşı, 1 bal. Təşkilatın maliyyə öhdəlikləri 14,242 milyard dollar təşkil edir. Balansın kapitallaşdırılması üzrə maliyyə öhdəlikləri kapitalın 30%-ni təşkil edir. Şirkətin borc səviyyəsinə görə bal, yaxşı, 1 bal. Şirkətin bazar dəyərinin mənfəətinə nisbəti 21,4-ə uyğundur. 29,8 alt kateqoriyada orta göstərici ilə bu, alt kateqoriyadan 28% aşağıdır. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin fond bazarı dəyərinin onun mənfəətinə qiymətləndirilməsi, yaxşı, 1 bal. Son 12 ayda mənfəət 6,369 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin 7,613 milyon dollar olacağı gözlənilir. Bu, indiki vaxtdan 19,5% çoxdur. Gözlənilən gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin gəlir balansına qiyməti 6,5-dir. 4,7 alt kateqoriya üzrə orta göstərici alt kateqoriya üzrə orta göstəricidən 38% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bazar dəyərinin onun gəlirinə olan göstəricilərinin qiymətləndirilməsi, dözümlü, -0,5 bal. Son 12 ayda gəlir 20,870 milyon dollar olub.
Gələcək 12 ay üçün gələcək gəlirin ilkin olaraq 24,950 milyon dollar olacağı gözlənilir. Bu, indiki vaxtdan 20% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə proqnozlaşdırılan gələcək gəlir göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Marja 30,5%, alt kateqoriyada orta hesabla 15,7% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 14,8% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 28,87% təşkil edir. Bu, bazar kapitallaşma payının 27% artması deməkdir. Və bu fakt təşkilatın bazar qiymətindəki balanssızlığı əks etdirir. BlackRock Inc. daha az qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği 6,456 min dollara bərabərdir. Və alt kateqoriya üçün 8206 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasında fərq 21,3% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən kapitalın miqdarının qiymətləndirilməsi yaxşı 0,5 bal. Bir işçiyə düşən mənfəətin məbləği 301,8 min dollardır. Alt kateqoriyada orta göstərici ilə 275,6 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 10%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin bir işçiyə düşən gəliri 989 min dollardır. Alt kateqoriyada 1758 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 78%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkət işçisinə düşən gəlirin qiymətləndirilməsi dözümlü 0 bal. Satışa çıxarılan səhmlər %1, alt kateqoriya orta hesabla 2,6% təşkil edir. Bu, qısa bir sıxılma riskinin göstəricisidir. Texniki göstərici RSI 14 şirkət üçün %43 səviyyəsini göstərir. BlackRock Inc. Halbuki alt kateqoriya üçün bu səviyyə təxminən 41%dir. Orta hesabla alt kateqoriyanın qiymətli kağızları səhmlərlə eyni qiymətləndirilir. BlackRock Inc. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təxminən 879 dollardır. Şirkətin səhm qiyməti üçün konsensus təxmini təxminən 1,36-dır. Faktiki qiymətləndirmə və konsensus proqnozunun dinamikası təxminən 18%dir. Sizin üçün mövcud olan sifarişlər cədvəlinə baxaq, link bağlanmış şərhdədir. Sifariş cədvəlində qiymətləndirmə məlumat sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilən bütün qərarlar var. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin təhlili nəticəsində BlackRock Inc. Məlumat və arayış sistemi Guru Markets aşağıdakı qərar qəbul edilir. Sövdələşməni açmayın, çünki bu video icmaldır. Bu videoya baxdığınız və informasiya sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara çox sağ olun. Guru Markets. Siz həqiqətən bütün dünyanın ən gözəl tamaşaçısınız.